Salam, kanalıma hoş geldiniz. Bu videom alışveriş videosu olacak. Ettiğim alışverişleri sizlerle bölüşeceğim. Toplu bir alışverişte hem Novruz bayramına olan ihtiyaçları aldım, hem evde biten erzakları aldım. Onun için karışık bir alışverişti. Burada qabıqala qozdu 4 manat 50 qəpik idi kilogramı. Bunu da aldım. Sonra başka bir yerde de 4 manata var idi. Onu da aldım. Böyle pletka şokoladdı. Sonra bir şey yeməydi. Bunu da bir şeyimizin xoşuna gəlmədi, yemədi. Bulgurdu. Bulgur bu markette çok ucuz idi. Mən həmişə al marketdən alırdım 1 manat 65 qəpiyə, amma bu markette 1 manat 9 qəpik idi. Sizler alışverişi hansı marketlərdən edirsiniz və yaxud bazardan mı alırsınız? Mən ən çox marketdən alıram. Həm mənə görə marketdə daha münasibdir qiymətlər, həm də istədiyim qədər götürürəm. Qiymətləri də üzərində olur. Belə məncə daha rahat olur.
Bazar Store'dan belə 32'li tualet kağızı aldım. Aeronun 3 qat. Hər zaman bundan alıram. 32'lisini 2 dəfədir alırdım. Qiyməti münasib olduğu üçün 12 manat 50 qəpik idi. Amma başqa zamanlar 8'li, 12'li almışam. Gözəl keyfiyyətli çıxır. Burada isə paçkada olan ərişdədir, verməşildir. Qırmızı mərcidir. Kiloqram 2 manat 20 qəpik idi. Sarı köçdür. Sarı köçdür, istiotdur, sumaqdır. Bunları hər zaman çəki ilə alıram. Belə daha sərfəlidir. Ümumilikdə bir çox məhsulu çəki ilə alıram. Sizlər necə? Çəki ilə alırsınız ya paçkada olanlardan alırsınız? Bir də almadır. Almanı bazardan aldıq. Kilosu 70 qəpik idi. Bu almanın isə kilosu 1 manat idi. Armud 2 manat idi. Kökü isə 1 manat idi. Bir də belə domestos ya təzə gəlib ya da ki mən təzə gördüm. İranındır. 1 manat 90 qəpik idi. 750 milli olanı. Keyfiyyəti o biri domestosla demək olar ki eynidir. Shouldersin şampunudur. Bir də hər zaman aldığım Softlan paraşokudur. Burada da 3 litr olan sirkədir. İran sirkəsi. Sizin yaşadığınız yerlərdə qiymətlər necədir? Şərhlərdə qeyd edərsiniz. Bahadırmı, ucuzdurmu? Mənə öncəki illərdən bu il biraz baha gəldi qiymətlər. Alışverişim də bu qədər idi. Bura kimi izlədiysəniz like etməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun.